müharibəsi bizlərə xeyli sayda şəhid qardaşlarımızı, igid və qəhrəman qazilərimizi tanıtdı. Bunlardan biri də sözməramlı qüvvələrində xidmət edən 1994-cü il təvəllüdlü, əslən Ağdam rayonu Seyirli kəndindən olan və Saatlı rayonunda dünyaya göz açan Quliyev Nicat Bəxtiyaroğludur. O, Qarabağ döyüşlərində böyük şücaətlər göstərmiş, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etmişdir. Nicat, Laçın rayonu Səfyan kəndində yaralanmış və tibbi yardım göstərdikdən sonra yenidən cəbhəyə qayıtmışdır. Qazimiz döyüşlərdə iştirak etdiyi üçün vətən uğrunda, vətən müharibəsi iştirakçısı Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə Cənab Ali Başkomandan İlham Əliyevin sərəncamına əsasən medallarla təltif olunmuşdur. Allah Azərbaycan ordusunu qorusun.